Model obyektin və ya hadisənin əsas xüsusiyyətlərini əks etdirən sadələşdirilmiş təsviridir. Bu təsvir bəzən real görünüşdə, bəzən isə informasiya şəklində ola bilər. İnformasiya modeli obyekt və ya proses haqqında məlumatların müəyyən formada ifadə olunmuş təsviridir. İnformasiya modelinin məqsədi məlumatı anlamağı, təqdim etməyi və onunla işləməyi asanlaşdırmaqdır. İnformasiya modeli hansı formalarda təqdim oluna bilər? Mətn şəklində təqdimat. Riyazi model obyekt və ya prosesin riyazi ifadələrlə təsviridir. Qrafik model. Qrafik modellər şəkil, diaqram, sxem və qrafiklər vasitəsilə qurulur. Onların üstünlüyü məlumatı vizual və asan qavranılan formada təqdim etməsidir. Cədvəllər məlumatları müqayisə etmək, sıralamaq və tez tapmaq üçün çox əlverişlidir. Alqoritmik model. Alqoritmik model dedikdə müəyyən bir işi yerinə yetirmək üçün ardıcıl addımların təsviri başa düşülür. Yekun.